Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinə xoş gəldiniz. Bugün milli mətbəximizdən olan paxlalı, boyanalı plov hazırlayacağım. İlk öncə plovun ətini hazırlayaq. Qazana ət, yağ, duz, biraz sarı kök əlavə edib zəif xodda bişiririk. Bir ədəd orta boy soğanın ortasının göy hissəsini çıxardıb doğrayıram. Ət zəif xodda yağa düşdü. Bir ədəd doğradığım soğanı üzərinə əlavə edib yaxşıca qarışdırırıq. Qeyd edim ki, cavan qoyun əti olduğu üçün mən ətə su əlavə etmədim. Plov üçün paxlanı təmizləyib qabığını çıxardıram. Boyananın yarpaqlarını özə hissəsindən ayırıb yığıb doğrayıram. Plov üçün qazana su, duz əlavə edib qaynadıram. Su qaynara düşdükdə 2 stəkan uzun düyünü yuyub qazana əlavə edib pişənə kimi qaynadırıq. Düyü pişdi, üzərinə paxlanı, boyananı əlavə edib süzürük. Qazana yağ əlavə edirəm. Üzərinə düyünün yarısını, biraz sarı kök, düyünün qalan hissəsini əlavə edirəm. Üzərinə sarı kök, ən sonda üzərinə yağ əlavə edib dəmə qoyuruq. Plov dəm aldı. Düyünün üzərindən qaşıqla yer açıb 3 ədəd yumurtanı əlavə edib dəmə qoyuruq. Qeyd edim ki, yumurta tez bişdiyi üçün ən sonda yumurtanı əlavə etdim. Yumurta ilə də plovu bir yerdə bir 5-10 dəqiqə zəif xodda dəmə qoyub ocağın altını söndürürük. Milli mətbəximizdən olan paxlalı, boyanalı plovumuz hazırdır. Hazırlayan hər kəslərə nuş olsun. Gözəl vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun. Allah'a əmanət olun.